Değerli izleyiciler, biz hal-hazırda Adil İbrahimli Asəmoğlunun qəbri şərifinin yanındayıq, ziyarətdəyik. Qeyd etmək istəyirəm ki, Sənan balamız da yaxındadır da burada. Şahin Abdülev Sənan da qəbri şərifi bizim yaxınımızdadır. Amma bu günləri şəhid balamızın şəhadətə yetişdiyi gündür. Adil İbrahimli həm də vətən müharibəsi qəhrəmanlarımızdan bizim. Asəm kişiyə söz verəcəm, giriş versin. Buyurun. Ben deyərəm ki, Allah ziyarətinizi qəbul eləsin. Yəni, bunlardan qabaq burada gördüyünüz bizim bu qardaşlar 90-dan 88-dən günü bu günə kimi o bizim işğal olmuş torpaqlarımızda iştirak edənlərdir. Şükürlər olsun ki, bizim davamçılar biz addım attığımız torpaqların hamısını bizim o düşmənlərdən aldılar. Sağ olsunlar. Allah Ali Baş Komanda Prezidentimizin canını sağ eləsin ki, belə bir ordu yetişdirib. Bəli. Bugün də biz o şərəfə layiqik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin. Mənim sözüm bu qədər. Allah sivar eləsin, Allah sizin başınızı eləsin. Sizin övladlarınız bizlərə elə bir nemət verib ki, bu mənəvi paşlıq verirlər. Yəni alnımızda olan ləkəni təmizləyirlər. Bu heç bir maddiyyatla, heç nə ilə əvəz olması bir şey deyil. İnşallah ki, müharibədə qazandığımız qələbə əbədi olsun. Belə bir deyim var, deyir, müharibəni qazanmaq, qalib gəlmək asandır, amma onu qorumaq ondan da çətindir. Allah eləsin ki, biz həmişə ölkəmizi qoruya bilək, ölkəmizin inkişafında hər birimizin rolu olsun inşallah. Azərbaycanımızı, gələcəyimizi uca zirvələrə qaldıraq. Üç-rəyli bayrağımız həmişə uca olsun. Necə ki, bugün sizin balalarınızın sayəsində, şəhidlərimizin, qazilərimizin, ordumuzun sayəsində bütün Qarabağda bugün Azərbaycan bayrağı vətən torpağının küləkləri ilə dalğalanır. Biz açıq səma altında gəzirik. Bütün bunlara görə biz siz şəhidlərə, şəhid ailələrinə, şəhid valideynlərinə, şəhidlərimizin ruhlarına, qazilərimizə, ordumuza borcluyuq. Müharibədə qazandığımız təkcə qələbə deyildi, həmrəylik də qazanmışıq. O həmrəylik əbədi olsa, inşallah ki, elə qələbəmiz də əbədi olacaq və hər şey öz yolunda olacaq. Abdülev Sənan atası Şahin müəllim buradadır. Şahin müəllimin həmi qardaşı şəhiddir, özü də döyüşçüdür, oğlu da ki, şəhid balamızdır. Mən hər birini salamlayıram. Bugün bura gələn, xiyabana gələn bütün ziyarətçilərini Allah ziyarətə qəbul eləsin. Hacı Mahir qardaşımız çox sağ olun, Allah sizləri izah eləsin. Bugün Adil balamızın anım günüdür. Biraz olar getdik milli qəhrəmanımız Mübariz İbrahimovu, Fərid Əhmədovu ziyarət elədik. Onlarla bugün Mübariz İbrahimovun həmi doğum günüdür. Onlar da bugün anım günləridir. Bugün onlar da bugünkü gün torpağı tapşırıblar. Şəhidlərimiz ölmürlər. Yəni bunu bir mənala. Sabahsı günü biz bayram keçirəcəyik bir xalq olaraq. Bugündən biz şəhidlərimizin qarşısına başlayıb, şəhidlərimizi bayramı, zəfər günü münasibəti ilə təbrik edirik. Bugün şəhidlərimizi təbrik edirik. İnşallah sabah tezdən də şəhidlərimizlə bir yerdə bütün xalqımızı təbrik edərik. Vallahi bu zəfəri bizə yaşamağı daim eləsin. Zəfəri yaşamağı, yaşatmağı indi hacımız qeyd elədi ki, zəfəri qazanmaq asandır, qorumaq çətindir. Allah bu çətinlikdə bizə güc qüvvət versin ki, biz bu çətinliyin öhdəsindən gələk. Gələcək nəsillərimizə bu zəfəri ötürə bilək, gələcək nəsillərimizə bu zəfərlə yaşasınlar. Allah bütün şəhidlərimizin məqamını eləsin. Zəfər gününüz mübarək hər birinizin. Bizim burada millət vəkili Vüqar Rəhimzadə buradadır. Buyurun siz də, zəhmət olmasa. Buyurun. Bir neçə kəlmə gəldiyiz. Əziz dostlar, əziz mərasim iştirakçıları, bu günləri növbəti xanım tədbirlərinə toplaşmışıq. Adil qardaşımızın, Asəm qardaşımızın oğlu, bizim əslində hamımızın qardaşımız, hamımızın nəzimiz, Şahin Sənan qardaşımızın anım tədbirini. Əslində bunları biz hər gün anırıq və hər gün yada salırıq. Onlar bizim üçün müqəddəs amallar uğrunda
canlarını xalqımız üçün, dövlətimiz üçün müqəddəs amal uğrunda canlarını fəda ediblər. Və mən hər bir şəhidin müqəddəs ruhları qarşısında baş əyirəm, onların valideynlərinin qarşısında baş əyirəm, onların ailə üzvlərinin qarşısında baş əyirəm və Müzəffər Ali Baş Komandan cənab prezidentimizin qarşısında baş əyirəm ki, Azərbaycan tarixində belə qəhrəmanlıq nümunəsi göstərdilər və bütün dünyaya sübut elədilər ki, torpağı necə qorumaq lazımdır, vətəni necə qorumaq lazımdır, öz canları ilə, qanlarla buna nail oldular və bu tarix heç zaman unudulmaz tarixdir. Tək 5 il yox, 55 ildə, 105 ildə keçəcək. Bunların qəhrəmanlıqları bizim üçün bir örnəkdir, nümunədir. Tək bu nəsil üçün yox, gələcək nəsillər üçün bir nümunədir və hər bir gənc nəsil bunların qəhrəmanlığı ilə öyünəcək, qürur keçirəcək. Bunlar bizim baş tacımızdır, əziz dostlar. Bu günləri məğrur, qürurla durmuşuqsa, şərəflə, ləyaqətlə bu günləri dünyada təmsil olunuruqsa, əlbəttə ki, şəhidlərimizin qanı canı bahasına, onların vətən torpağını qorumaq, vətən torpağını sevmək və dövlətimizin suveren ərazilərini tam bərpa eləmək uğrunda canlarını fəda etmiş bu insanların misilsiz xidmətləri sayəsində və təbii ki, dediyim kimi, Müzəffər Ali Baş Komandanın qətiyyəti, cəsarəti sayəsində bunlar reallaşdı və uzun illər, 30 il ərzində torpaq həsrətində olan, vətən içili olan o insanların o nitçilinə son qoyuldu 44 gün ərzində və bir dəmir yumruq oldular. Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək Azərbaycan ordusu öz gücünü göstərdi, Azərbaycan xalqı öz birliyini göstərdi, nümayiş elədi və dünya gördü ki, Azərbaycan doğrudan da bu günləri qüdrətli, güclü Azərbaycandır. Bu günləri öz ərazilərini bərpa etmək qüdrətinə, gücünə malikdir və beləliklə biz bu günləri müstəqil, qüdrətli, suveren ərazilərimizin hər bir nöqtəsində Azərbaycan bayrağının dalğalandığı bir ölkədə yaşayırıq, qürur keçirik və sabahları zəfər tarixidir və bu tarix bizim üçün əbədi yaşayacaq bir tarixdir, müqəddəs bir tarixdir və bu tarixi bizə bəxş eləyənlər var. Əlbəttə ki, bu tarixi ordumuz, qazilərimiz, şəhidlərimiz və xalqımız və başda cənab prezidentimiz Müzəffər Ali Baş Komandan bu tarixi bizə yaşadı. Mən də bu Zəfər bayramı münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm. Bu vətən bayramıdır, bu xalqın bayramıdır, bu dövlət bayramıdır, əziz dostlar. Bu heç zaman unudulmaz bir bayramdır və bu şəhidlərimizin mən həmişə vurğulamışam, bu gün də demək istəyirəm ki, ümumiyyətlə vətən uğrunda, torpaq uğrunda canını fəda edən insanların, onların ölüm tarixi olmur. Onların yalnız doğum tarixi var. Onlar hər bir zaman xalqımızın, dövlətimizin diqqətində, xalqımızın qəlbində özlərindən böyük bir abidə ucaldıblar və mühüm abidə ucaldıblar və hər bir Azərbaycan vətəndaşı hər zaman dövlətimiz başda olmaqla, insanlarımız onları hər zaman ehtiramla yad eləyirlər. Mən bir daha Allahdan rəhmət diləyirəm, ruhları şad olsun və onların ruhları qarşısında baş əyirəm, valideynlərinin qarşısında baş əyirəm, ailə üzvlərinin qarşısında baş əyirəm, qazilərin qarşısında baş əyirəm və Müzəffər Ali Baş Komandan cənab prezidentimizin qarşısında baş əyirəm ki, bu zəfəri bizə yaşatdılar, bu tarixi bizə bəxş etdilər və bu tarix Azərbaycan taleyində, Azərbaycanın tarixində əbədi yaşayacaq bir zəfər tarixidir və 5 illiyini qeyd edirik. 105 illiyini də qeyd edəcəyik. Ən möhtəbər, ən yüksək zirvələrdə olan bayramlarımızdan bizə bəxş ediblər. Ruhları şad olsun, ruhları qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Çox sağ olun. Allah sizdən razı olsun. Bugün qeyd etmək istəyirəm ki, həm də Mübariz İbrahimov və Fərid Əhmədovun torpağa tapşırıldıqları gün 7 noyabr Ali Baş Komandanımızın həmin o mübarək nəşləri ermənilərin əlindən alıb gətirməsi böyük bir qələbə idi. Biz bir daha inandıq ki, biz bu qələbəni çalacaq. Çünki Mübariz İbrahimov erməni xalqına matəm yıpratmışdı. Bu cür qəhrəmanın mübarək nəşin düşmən torpağından ölkəmizə gətirməyində məlum məsələdir ki, Ali Baş Komandanın apardığı siyasət nəticəsində bunlar baş verdi və biz həmən gün bir daha inandıq ki, torpaqlarımızı da alınacaq və bugünkü balalarımız da həmin o mübarizlərin, Fəridlərin, Əhmədlərin, Poladların yetirmələridir, onların davamçılarıdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Birinci Qarabağ savaşında şəhid olmuş bütün qardaşların, bütün soydaşlarımızın ruhları bugünkü gün şaddır ki, biz qələbə çaldıq. Burada bizim dəyərli qazimiz də iştirak edir. Birinci Qarabağ savaşının qazisi 7 il yataq xəstəsi olmuş. Sonrası özünü toparlayıb öz həyatın, xalqımızın, millətimizin maariflənməsinə həsr edən Seyid Həsən qardaşımız buradadır. 24 kitab müəllifidir. İslam Universitetini bitirdikdən sonra Seyid Həsən bizim təkcə dinimizi, milli mənəvi dəyərlərimizi bilməklə yanaşı, həm də gözəl ədəbiyyatçımızdır, füzulşünasdır, xətaşünasdır.
Buyurun. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim, mehriban və bağışlayan Allahın Polislərimizi də buraxaq. Çox hörmətli və dəyərli Səbət evinin əməkdaşları və şəhidlərimizi ziyarət edən zəvvarlar. Hər birinizə bir qazi kimi təşəkkür edirəm, minnətdarlıq edirəm və bizim cəmiyyətin sədri hörmətli Tahir müəllim və deputatımız danışdığı kimi bu zəfəri bizə yaşadan şəhidlərimizə biz ömür boyu borcluyuq. Onlar canlarını verdilər, amma torpağı vermədilər və göstərdilər ki, candan pay olar, amma torpaqdan pay olmaz. Və bunun öz əməlləri ilə adam var söz meydanının qəhrəmanıdır, adam var əməl meydanının qəhrəmanıdır. Bu şəxslər, bu şəhidlər əməl meydanının qəhrəmanlarıdır. Canlarını verdilər, həm cananı aldılar, həm vətən torpağını aldılar. Ona görə Allah dərgahında bu şəhidlərin məqamı yüksəkdir. Quran-ı Kərimin Əl-Bəqərə surəsinin 154 və Ali İmran surəsinin 169-cu ayələrində Allah Teala bu şəhidlərə verilən dəyərlərdən danışır və buyurur ki, siz belə güman edirsiniz ki, o insanlar ki, Allah yolunda, vətən yolunda, din yolunda, qeyrət yolunda, namus yolunda, şərəf yolunda, vicdan yolunda canlarını fəda edir. Onlar ölüb qutarır. Allah deyir, bəl əhyaun, onlar diridirlər. İndə Rabbihim yurzəqun, onların ruzusu Allahın yanındadır. Və şəhidlərə bayaq cəmiyyətin sədri dediyi kimi bəzi məqamlar verilir. Şəhidin ilk damla qanı onun bütün günahlarının kəffarəsidir. Şəhidin qanı onun qüstudur. Şəhidin qanlı kəfəni onun libasıdır. Şəhidin qanlı kəfənin qiyamət günündə nəslindən 70 nəfər günahkarın günahının bağışlanmağına səbəb olar. Şəhid qiyamət günündə qəbirdən əskər formasında, hərbi formada qalxar və Allah icazə verər, istədiyi qədər insanlara şifayət eləyər. Ona görə ustadımız deyirdi ki, daim vətənə, millətə xidmətdir şəhidlik, ən ali olan zata itaətdir şəhidlik. Allah şəhidlərimizin ruhunu şad eləsin və bu zəvvarlarına, bu çəkdiyi zəhmətləri, məxsusən də bayaq sədr dediyi kimi, bu məktəbli uşaqlar ki, bu cavan yeni yetmələr ki, bu şəhidlərimizi bu cür tanıyırlar və öz inşallah qismət olacaq ali məktəblərdə oxuyanda bunları çatdıracaqlar gələcək nəsillərə. Allah onları da salamət eləsin və bu şəhidlər öz məqamları ilə bir daha sübut elədilər ki, Azərbaycan torpağı heç vaxt bölünməyib və bölünməyəcək və bu zəfərdə də Ali Baş Komandana, Cənab Prezidentə və bu işdə xidməti olan cəmi insanlara bir qazi kimi təşəkkür edirəm və şəhidlərin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizin ruhunu şad eləsin. Sağ olun, zəhmət olmasa Elçin müəllim. Tədbirdə burada yuxarı gəl, yuxarı. Allah sağ olun. Elçin müəllim də İslamov elmin atasıdır. Elçin də bizim çox dəyərli qardaşımızdır. Belə ki, Elçin bizim həm milli mənəvi dəyərlərimizi bilir, həm də gözəl Quran bilir. Yəni Quran ayələri, surələrini çox gözəl bilir və onları izahatını verə bilir. Baxmayaraq gözü usta olub, amma Allahın o da bir istedadıdır. Bəli, bütün şəhid ataları, valideynləri, hamısı seçilmiş insanlardır. Elçin müəllim, buyurun. Çox sağ olun, mənə söz verdiyinizə görə. Şəhid kəlməsini biz Allahın kitabından bilirik ki, şəhid nə olan şeydir. Şəhid Allah qatında daima diri olandır, şahid olandır. Allah Teala ayədə buyurur ki, şəhidin nə olduğunu kaş biləydiniz. Deməli, insanın əqli o dərəcəyə yüksələ bilmir ki, onun məqamını, onun varlığını dərk eləsin. Biz şəhid haqqında cüzi bir, ən alqışlı sözümüz onun üçün cüzi bir tərifdir. Tərifin ən gözəlini Allah Teala onlara verib, Allahın verdiyi tərifdən gözəl bir tərif ola bilməz. Mən sevindiricidir ki, bugün bax bu gözəl balaları, uşaqları, bunlar bir tarixdilər. O uşaqlar da canlı tarixi yaşayırlar. O gələcəkdə onlar da böyüyəcək. Yəni şəhidin nə olduğunu, şəhid atasının nə olduğunu, ölkəmizin necə, hansı çətinliklərlə gəlib bərqərar olduğunun şahidi olacaqlar. Bu işdə təşkilatçılıq eləyənlərə, müəllimlərə, sizə, yəni bu tarixi yaşadanlara öz təşəkkürümüzü bildiririk. Sabah bizim bayramımızdır, hamımızın bayramıdır. Şəhidlər, Allah buyurur ki, onlar ölüdürlər, onlar diridirlər, həqiqətən də diridirlər. Bura gələn insanlar onu canlı şahidi də olurlar. Buranın ab-ı havası tamam başqa cürdür. Bura ağır niyyətlə gələn insan çox yüngül bir vəziyyət, ruhən incəlirsən burada. Yenə də deyirəm, Allah şəhidlərimizə məqamını uca eləsin. Bizləri axirətdə onların huzurunda utandırmasın. Allah üçün də bax. Gerçi İctimai Birliyin sədr müavini, Vətən Mühafizə Xidmətinin xüsusi şöbənin rəisi Kamil Babayev. Bugün mən ilk öncə burada
əziyyət çəkib gəncliyimizi vətənpərvər böyüdən valideynlərimizə, eyni zamanda bu gözəl bir məkanda, yəni cənnəti görmək istəyən bu şəhidlər xiyabanına gəlsin şüarım var mənim həmişə. Çünki bura bir cənnətdir. Bu cənnətdə bizim bu gənclərimizi və bu şəhidlərimizi vətənpərvər böyüdən, onlara təlim verən müəllim və müəllimələrimizin qarşısında baş əyirəm. Onlara ilk öncə təşəkkür edirəm. Çünki bizim hər birimizi general da, prezidenti də, naziri də savadlı vətənə, layiqli övlad kimi böyüdən və onlara təhsil verən müəllimdir. Bu günləri bizim müəllimlərimiz bu gözəl bir möhtəşəm tədbirdə uşaqlarımızın, şəhidimizin kəfəni olan bu hərbi geyimi geyindirərək onların içərisində şeir deyənlər də var. Mən xahiş edərəm ki, səda sözü çox mənalı bir sözdür və bu TV-nin adını məmnuniyyətlə ürək tərəfindən vurdum. Çünki həmişə ürək də səs-səda çalır. Yəni ki, mən vətən üçün döyünürəm. Bu günləri bizim şəhidlərimiz və qazilərimiz vətən üçün canını sipər etdi, amma bizim millət vəkilimiz və cənab sədr çox gözəl qeyd etdi ki, bizim dövlətimiz də, xalqımız da həmrəy olaraq şəhidlərimizin ailələrinə, qazilərimizin sağlamlığının bərpa olunması üçün lazımi addımları atmışdı və bu günləri Ali Başkomandanımız da dünyada bütün arenalarda öz sözünü yüksək səviyyədə və qürurla deyir. Niyə? Çünki Ali Başkomandanımız dəfələrlə vurğulayıb ki, mən bir sabiq hərbiçi kimi deyirəm ki, Ali Başkomandanımız həmişə vurğuladı ki, bəli, mən xalqıma və orduma güvəndim. Bir çıxışında da qeyd edir ki, nə qədər dövlətin topu tüfəngi olsa da, o topu tüfəngi hərəkətə gətirən əskər və zabitimizdir. Ona görə də mən sizə təşəkkür edirəm, müəllim. Bu Səda televiziyası bu günləri bizim müxtəlif televiziyalardan fərqli olaraq şəhidimizin tədbirində yüksək səviyyədə iştirak edir. Onun da bir yaddaşının həddi olmağına baxmayaraq, amma yaddaş bərpa olunur. Mən şəxsən burada iştirak edən bütün millət vəkilinə və müəllimlərimizə, kollektivimizə, qazilərimizə, teleradio şirkətinin nümayəndələrinə və bir çox burada ictimai birliklərin rəhbərlikləri var, ictimai televiziyanın əməkdaşları var hal-hazırda burada. Mən hər birinə təşəkkür edirəm ki, var olasınız ki, sizlər qaziləri, şəhid ailələrini tək qoymursunuz. Bunun özü bir böyük bir əvəz olunmaz həmrəylikdir. Bizim necə ki, Quran-ı Şərifimiz bütün müsəlman ölkəsinin konstitusiyası hesab olunur. Mən bunu belə qəbul edirəm. Çünki Quran-ı Şərif yəni insanların bir-birinə mehribanlığını, həmrəyliyini bildirən müqəddəs bir kitabdır. O kitab bizim sağlamlar üçün, yəni sağlam insanlar üçün, yaşayan insanlar üçün, ölməyən insanlar üçün vacibdir. Çünki bugün bizim nümunəvi, bax, burada iştirak edən dəyərli millət vəkillərimiz kimi millət vəkillərimiz var ki, həqiqətən də bizi tək qoymurlar. Və eyni zamanda bizim cənab sədr də çıxışında hər tərəfli izahlı məlumat verdi ki, bəli, biz qazilər bu günləri demək 44 günlük müharibədə düşmənə ən ağır zərbələri indirərək tarixi oxutduq və tarix yazdıq. İndi isə Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranları müdafiəçi olaraq, yəni ictimai birlik olaraq, bugün artıq o tarixi bu kəndlərimizə oxuturmağa çalışırıq ki, baxın, bu şəhidlər sizlərin əmlərinizdir, atalarınızdır, dayılarınızdır. Yəni, bir sözlə, üç rəngli bayrağın dalgalanmasını dayandırmağa imkan verməyən, canını sipər edən ən ağır bir qüvvədir ki, o qüvvəni Allahdan başqa heç kim yıxa bilməz. Allah da şəhidini öz uca zirvəsində saxlayır. Qazilərini öz uca zirvəsində saxlayır. Çünki qazilər də dünyasını dəyişəndə şəhid olur. Yəni, təbii ki, döyüşdə içki olmalıdır. Amma xoşbəxtçilik budur ki, bizim Ali Başkomandanımızın və xalqımızın həmrəyliyi nəticəsində, birliyi və yüksək uzaq görən siyasətin nəticəsində
biz o kadar da ağır itki vermədik. Çünkü döyüş zamanı biz bir damla torpağımız olsun belə düşməndə qoymadıq. Təbii ki, bu şəhid ailələri üçün çox ağır bir, çəkilməz bir dərddir. Amma nə qədər ağır olsa qədər, o qədər də şərəf verici və qürur vericidir. Mən fürsətdən istifadə edib Səda televiziyasının rəhbərliyinə təşəkkür edirəm. Bu tarixi, həqiqəti yaddaşlara yazdığına görə və bu tədbirdə əziyyət çəkən körpələrimizin valideynlərinə, müəllimlərinə, müəllimələrinə təşəkkür edirəm. Həmin məktəblərin rəhbərliklərinə təşəkkür edirəm ki, var olun ki, bizim sıramızda polisimiz də var, hərbiçimiz də var və kəşfiyyatçımız da var. Ona görə də mən istəyirəm ki, bu şəhidlərimizin gözəl məqamında bu igid əskərlərimizi gürültülü alqışlarla alqışlayaq ki, bunlar bizim gələcəyimizin generalı, marşalı, admiralıdır. Çünki bizim gələcəyimizi artıq bunlar idarə edəcək. Çünki, buyur. Mən hər birini salamlayıram. Hər birinizə uzun bir can sağlığı arzulayıram. Şəhidlərə salam olsun deyirəm. Bu şəhidlərin canı qanı bağışlayan torpaqlar azad. Müəllimlər, siz keçin bura. Hörmətli prezidentimizin siyasəti, xalqın həmrəyliyi ordumuzun gücü, torpaqlarımızı azad etdi. Və biz azad vətəndaşıyıq. Hər birinizə təbrik edirəm. Qarşıdan gələn qələbə günü münasibətilə hər birinizə uzun ömrlü can sağlığı arzulayıram. Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin Respublika üzrə sədri Tahir Məmmədov. Bugün biz İctimai Birliyimizin kollektivi ilə qarşıdan gələn 8 noyabr qələbə günü münasibəti ilə bir gün qabaq şəhidlərimizin bu torpaqların uğrunda canlarını fəda verən şəhidlərimizin məzarını ziyarət edirik, onlara dua oxumağa gəlmişik və gəlmişkən də bu günləri Sənan Şahinoğlu'nun və bizim qardaşımız burada Adil demək Asəmoğlu'nun hər ikisinin gün öyle bunların timsalında, bu şəhid qardaşlarımızın timsalında, şəhid balalarımızın timsalında bütün Azərbaycanın ərazi bütövlüyü uğrunda demək suverenliyi, müstəqilliyi uğrunda, konstitusiya haqqının yazılması uğrunda şəhid olan bütün şəhidlərimizin, onlar bu iki qardaşımızın timsalında bütün şəhidlərimizə salam olsun deyirik kollektivimizin adından. Çünki şəhidlərin rəhmət, onlar rəhməti sağlığında qazanıblar, salam göndəririk. Bayaq Elçin qardaşımız qeyd etdi və çox yüksək səviyyədə də bildirdi ki, şəhidlər ölməz, vətən bölünməz, şəhidin ruhu yanımızdadır bugün bizim. Və mən qeyd edirəm bu günləri, şəhid sözü çox dahi bir sözdür. Şəhid sözün hər kəs anlamını və bizim balaca balalarımız da belə başa düşsün ki, şəhidlərimizin ruhu göydədir və yanımızdadır. Şəhid eşidir və görür hər zaman. Yəni, şəhid sözü o qədər uca bir sözdür ki, şəhid cənnətə daxil olanda 24 min Peyğəmbər ona yaxşı qarşılayır. Görün, nə daha bir sözdür. Şəhid yeganə bir şəxsdir ki, onun ata-anası dünyasını dəyişəndə sorğusuz, sualsız əlindən tutub cənnətə aparır. Görün, nə qədər böyük bir tituldur. Şəhid dünyada, yer kürəsində ən böyük tituldur. O titula heç kim qazana bilmir. Baxın, alim 70 il, 80 il ixtira eləyir, onun məkanı cənnət olur. 80 il yazır, pozur, ixtira eləyir, alimli titul alır, sualsız cənnətə daxil olur. Amma şəhid 19, 20, 25 gənc yaşlarında bu titulu qazanır. Bu titul şəhid üçün doğum günü sağ çiyininə yazılır. Şəhadətə qovuşan günü yox, doğum günü çiyininə yazılır ki, sənin məkanın cənnətdir, sorğusuz, sualsız, məkanın Allahın dərgahıdır. Yəni, mən bu günləri, bu sözləri deməkdə bu həqiqətdir və biz bunun nümunə üçün də bilirik ki, Sumqayıt şəhərində də nümunə oldu. Zəngilandan bir şəhidimiz vardı. 11 aydan sonra qəbri açıldı və subuta yetirildi ki, şəhidin cənazəsi olduğu kimi qalır. Bu İranda da bir dəfə olmuşdu. İran-İraq müharibəsində 20 il sonra bu təcrübə həyata keçirilmişdi və subuta yetirilmişdi. Mən demək istəyirəm ki, bu günləri şəhid anaları, şəhid ataları fəxr eləməlidir.
oğul o titulu ataya, anaya bəxş edir və o titulu yaşatmaq üçün bizim bu gələcək balalarımız var. Keçmiş SSR-nin vandalizm deyək də hakimiyyətlərinin həyata keçdiyi bütün nə qədər siyasəti varsa və bu oğullar onların hamısını puça çıxartdı. Nəticə etibarən Azərbaycanın suverenliyini bərpa etdi. Bugün gənc uşaqlara deyirəm ki, Azərbaycan Respublikası suveren bir ölkədir, gözəl bir dövlətdir. Dünyada, yer kürəsində ən sakit, suveren və xalqı üçün dəyər verən, şəhidinə dəyər verən, demək, millətinə dəyər verən yeganə bir dövlətdir. Dünyada deyim ki, bu dövlət kimi bu cür qanunlar var da bizdə. Görürsünüzmü, bizdə nə qədər şəhidlərə dövlətimiz, xalqımız dəyər verirsə, baxın, Ukrayna onu bizdən nümunə götürdü. Və digər ölkələr bizdən nümunə götürür. Azərbaycandan bu günə qədər şəhidə heç bir ölkə dəyər vermirdi. Bunlar hamısı Azərbaycandan götürürlər bu dəyəri. Mən bir daha bütün şəhidlərimizə salam olsun deyirəm. Ruhları şad olsun, məkanları Allahın dərgahıdır. Və gənc uşaqlara da gələcəkdə şəhid titulunun, şəhid sözünün, şəhid anlayışının böyüyəndə sizdən sonraki gələn nəslə keçirilməsinə sizlərə tapşırılır. Yaxşı bax. Heyran da adlı şeirin müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü Qızıl Qələm mükafatı layiqiyyətli vətənpərvər şair Nazlı Yazar olaraq. Dağlar belə heyrandır öndə gedən ərlərə, xüsusi təyinatlı yenilməz qüvvələrə. O hikmətdir, namiqdir, pəncəlidir, camaldır, mübariz, adildir, Həmid ağa Zeynaldır. Bu igid oğullara düşmən belə mat qaldı. Nəinki 92-dən, əzəldən dağ olan, ürəyin acı dərdi, Xocalıdan dərs alan, layiqli qısas aldı. İgid bozqurd olanlar, düşmənin kabusu, xüsusi təyinatlılar. Siz müzəffər ordunun öndərləri, sıldırım qayaların Fərhadı, nəbiləri, vətənin igid qazisi, şanlı şəhidləri, zəfərli bu gün üçün sizlərə minnətdarıq, tarixən zəfərli millət olaraq varıq. Nazlı Yazar sizlərə sevgisini izhar edər, zəfərli igidlərlə qürrələnər, öyünər. Nə yaxşı ki vətənin sizin tək nər oğlu var, nər vətən oğluyla, vətən vüqarlı, bəxtiyar, vətən sevdasıyla 100 min əzaba dözdülər. Nər igidlər bu yolu bilin, biricə getdilər. Neçə ilin olmazın onlar etdilər. Qarabağ Azərbaycandır, uşaqlar bir yerdə zəfərlə dedilər. Dünyanın bucaq sayını düşmənə başa salıb, üç rəngli bayraqla himn səsləndirdilər. Şirin cavan canlarından keçsə də onlar, sən yaşa Azərbaycan, daim var ol dedilər. Sən yaşa Azərbaycan, daim var ol dedilər. Bir daha bütün şəhidlərimizin nurlu ruhları qarşısına baş əyirəm. Bayramınız mübarək igidlərim, xalqım daim zəfərli olsun. Sağ olun. Çox sağ olun. Allah